Təsəvvür edin ki, uzun və yorucu bir gündən sonra evə gəlmisiniz. Otağınız tamamilə təmizdir, hər şey öz yerindədir, işıqlandırma mükəmməldir və sanki havada toxuna biləcəyiniz qədər real bir harmoniya var. O sükunət anı, yəni ən çox ehtiyacımız olan an. Dəqiq. Və birdən kimsə içəri girir, palçıqlı ayaqqabıları ilə o təmiz xalçanın üzərində gəzir və masanın üstündəki əşyaları laqeydcəsinə yerə atır. Siz o pozulmuş harmoniya hissini, o daxili sarsıntını bilirsiniz, elə deyilmi? İndi isə təsəvvür edin ki, o palçıqlı ayaqqabıların sahibi elə siz özünüzsünüz və kirlətdiyiniz otaq bütöv bir kainatdır. Çox maraqlı bir bənzətmədir. Bugünkü dərin təhlilimizdə masamızda olduqca fərqli, sarsıdıcı və fəlsəfi baxımdan doğrudan da dərin bir mənbə var. Mətnin adı kamillikdir. Biz bugün sadəcə, yəni fəlsəfi nəzəriyyələri oxuyub keçməyəcəyik. Missiyamız bu mətnin bizim gündəlik həyatımıza, egomuza və hətta kainatın işləmə mexanizminə necə ayna tutduğunu anlamaqdır. Əslində ən vacib hissə də budur, praktiki tərəfi. Tamamilə. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Mətnin əsas argumenti odur ki, insan böyük yaradan tərəfindən işıqdan və kamillikdən yaradılıb. Amma biz cəhalətə qapılaraq bu kamilliyi itiririk. Bax, bu nöqtədən başlasaq nə görürük? Burada füsunkar olan odur ki, yəni mətnin inanc sisteminin təməli tamamilə fərqli bir məqsədə xidmət edir. Biz adətən necə düşünürük? Doğuluruq, yaşayırıq, yəni nələrsə əldə edirik və ölürük. Lakin bu mənbəyə görə əsas məqsəd bu dünyada sadəcə yaşayıb ölmək deyil. Bəs nədir? İlk formamıza, yəni təmiz, pak işıq formasına qayıdaraq böyük yaradanın yanına getməkdir. Mətin bunu müqəddəsliyə qayıdış adlandırır. Yəni bizim hər bir hərəkətimiz bu böyük kosmik missiyanı bil hissəsidir. Və qaranlıq, yəni cəhalət sadəcə işığın olmaması deyil. O çox aktiv, dağıdıcı bir ego formasıdır. Aha, ego. Bax, insanın böyük kosmik məqsədindən bəhs etdikdən sonra gəlin bunun gündəlik həyatda necə təzahür etdiyinə baxaq. Çünki mənbədə məni ən çox təəccübləndirən şeylərdən biri odur ki, kamillik böyük qəhrəmanlıqlarla yox, xırda gündəlik detallarla başlayır. O xırda detallar əslində böyük mənzərəni yaradır. Dəqiq. Məsələn, mətndəki ən vurğulayıcı nümunələrdən biri. Bir qələmi masanın üstünə kobudcasına atmaq niyə günahdır? Mənbəyə görə hər bir maddədə, cisimdə yaradanın işıq payı var, yəni bir zərrə axını var. Sən qələmi atmaqla ona cismani əzab verirsən. Vəhdəti pozursun. Mən bunu oxuyanda düşündüm ki, bu sanki dostunuzdan borc aldığınız avtomobili divara çırpmaq kimidir. O qələm sizin deyil, yaradanındır. Çox düzgün bir yanaşmadır, bəli. Amma bir saniyə, burada dinləyici üçün bir sual, bəlkə də bir etiraz yaranır. Cansız bir əşyaya, məsələn, bir plastik qələmə əzab vermək fikri biraz şirildilmiş gələ bilməzmi? Yəni, axı bu sadəcə plastikdir və içində mürəkkəb var, bunun əzabı necə olur? Baxın, əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, vəziyyət tamamilə aydınlaşır. Məsələ qələmin plastik olması, yəni onun molekulyar tərkibi deyil. Məsələ insanın egoizminin, yəni o mənəmliyin haradan başlamasıdır. Aha, yəni mənim daxili vəziyyətimdən? Tamamilə. Siz o qələmi masaya atanda daxilinizdə hansı hiss yaranır? Mən bu əşyanın hakimiyəm. O mənimdir. İstədiyim kimi davrana bilərəm. Bu hakimlik iddiası qara varlığın, yəni qaranlığın insana hakim olmasının ən birinci və ən kiçik addımıdır. Əşyaya hörmətsizlik etdiyiniz an, o zərrələrin təbii axınını, kainatla vəhdəti zorakılıqla kəsirsiniz. Bu, makro səviyyədə böyüyüb, bütün dünyanı bürüyən qaranlığın mikroskopik başlanğıcıdır. Deməli, qələmi yerə atmaq kosmik harmoniyanı pozursa, o zaman bəşəriyyətin miqyasını təsəvvür edək də. Əgər bir qələm bunu edirsə, bəs insanların bir-birinə qarşı etdiyi zülümlər, saxta sərvət yığmağa ehtirası, vəhşilik dünyaya necə təsir edir? Bax, məhz burada mətn çox sərtdir keçid edir. Ekoloji fəlakətlər mövzusuna. O hissə doğrudan da sarsıdıcıdır. Mətnə görə dünyadakı ekoloji fəlakətlər, zəlzələlər, tsunamilər, tufanlar, hətta çəyirtkə hücumları belə sadəcə təbiət hadisəsi deyil. Birbaşa bəşəri çirkinliyin,
yəni əqli çirkinliyin nəticəsidir. İnsanlar zülm etdikcə, ego arxasınca qaçdıqca, ətrafa qaranlıq yayırlar, təbiət də buna reaksiya verir. Bəli, yəni bu mühüm bir sual doğurur. Biz adətən ekologiyanı və ya hansısa iqlim dəyişikliyini günahlandırırıq. Amma mətn deyir ki, sülh, mehribanlıq və işıq olmasa, fiziki dünya məhvə sürüklənir. Təbiət əslində qaranlığı təmizləmək üçün immunitet reaksiyası verir. Zəlzələlər yerin o mənəvi yükü, o qatı qaranlığı silkələyib atmaq cəhdidir. Təsəvvür elə yer kürəsinin immuniteti. Və mətn hətta daha da irəli gedərək konkret tarixi şəxsiyyətlərdən danışır. Hitler, Stalin, Mircəfər Bağırov bunları Allahın göndərdiyi cəzalar kimi təqdim etmir. Mənbə deyir ki, insanların öz hərəkətləri, içlərindəki cəhalət və qaranlıq bu bəlaları çağırıb gətirir. Yəni Allah cəza verən deyil, insan öz kollektiv qaranlığı ilə o tiranları yaradır. Düzdür. Çünki cəhalət aktiv bir dağıdıcı qüvvədir, passiv deyil. Sən içindəki qaranlığı böyütdükcə, kainat həmin tezliyə uyğun reallıq yaradır. Kollektiv cəhalətdə diktatorları, müharibələri fiziki olaraq materializə edir. Bax, burada məsələ doğrudan da həqiqətən maraqlı olur. Çünki mətndə var dövlət yığmaq ehtirası da eyni dərəcədə, hətta bəlkə də daha kəskin tənqid olunur. Mən bu yanaşmanı çox fərqli tapdım. Sərvət məsələsi egonun ən bariz nümunəsidir, onsuz da. Təsəvvür elə yer kürəsinin immuniteti və mətn hətta daha da irəli gedərək konkret tarixi şəxsiyyətlərdən danışır. Hitler, Stalin, Mircəfər Bağırov bunları Allahın göndərdiyi cəzalar kimi təqdim etmir. Mənbə deyir ki, insanların öz hərəkətləri, içlərindəki cəhalət və qaranlıq bu bəlaları çağırıb gətirir. Yəni Allah cəza verən deyil, insan öz kollektiv qaranlığı ilə o tiranları yaradır. Düzdür. Çünki cəhalət aktiv bir dağıdıcı qüvvədir, passiv deyil. Sən içindəki qaranlığı böyütdükcə, kainat həmin tezliyə uyğun reallıq yaradır. Kollektiv cəhalət də diktatorları, müharibələri fiziki olaraq materializə edir. Bax, burada məsələ doğrudan da həqiqətən maraqlı olur. Çünki mətndə var dövlət yığmaq ehtirası da eyni dərəcədə, hətta bəlkə də daha kəskin tənqid olunur. Mən bu yanaşmanı çox fərqli tapdım. Sərvət məsələsi egonun ən bariz nümunəsidir, onsuz da. Aha. Mənbədə deyilir ki, sərvət payladıqca çoxalır, çünki sən öz payını yox, Yaradanın sənə verdiyi və əslində başqasına aid olan payı verirsən. Yəni, sərvəti yığmaq, o kosmik axını, o işıq damarını tıxamaq deməkdir. Tıxandıqca da çürüyür, qaranlığa çevrilir. Tamamilə doğrudur. Sən bu mənimdir dediyin an, kainatdakı o böyük zəncirdən özünü qoparırsan. Və bütün bu kollektiv tıxanmalar sonda həm yerin reaksiyasına, həm də fərdin öz ruhunun fəlakətinə səbəb olur. Aha, gəl diyor fəlakətə. Əgər bəşəriyyət kosmik qanunları pozub, qaranlığa sürüklənəndə təbiət fəlakətlərlə cavab verirsə, bəs fərdin ruhuna nə baş verir? Kamilləşməyib, yaradana qayıtmayanları hansı son gözləyir? Mənbənin ən çarpıcı və spesifik fikirləri məhz burada açılır və açığı rəqəmlər məni şoka saldı. Cənnətə qayıdanların sayla bağlı hissəni deyirsiniz? Bəli, mətndə verilən bir anaya görə milyardlarla insan içərisində cənnətə, yəni o ilk formaya qayıdanların sayı cəmi 17, 22 və 24 nəfərdir. Milyardlarla insanın içində. Bəli, bu çox kəskin bir statistikadır. Yəni, kamilliyə çatmağın nə qədər nadir olduğunu göstərir. Bəs qalanları,
Qalanları təkrar yaranışa, yəni reinkarnasiyana məruz qalır. Amma bir saniyə, bu sadəcə başqa bir insan kimi qayıtmaq deyil. İnsanların etdikləri əməllərdən asılı olaraq heyvan formasına düşməsi vurğulanır. Canavar, ayı, tülkü, pələng. Və bu cəza deyil. Yaradan kimsə pis iş görüb deyə onu pələngə çevirmir. Bəs nədir bu? Mexanizm necə işləyir? Bu qeyri-adi nümunələrin altındakı fəlsəfə çox dəqiqdir. İnsanın daxilindəki heyvani hisslər var, yırtıcılıq, başqasını əzmək, sırf güclə hakim olmaq istəyi. Bax, bu hisslər insanın tezliyini müəyyən edir. Sən həyatın boyu yırtıcı kimi yaşayırsansa, ruhun o formanı alır və növbəti yaranışda kainat sənə daxili dünyanı ən uyğun fiziki formanı verir. Yəni, sən yırtıcı olmaq istəyirdinsə, al sənə quyruq, pəncə və iti dişlər. Ciddi deyirsən, yəni mən nəyəmsə, o cildə də girirəm. Burada mənə ən çox təsir edən o ağcaqanad nümunəsi oldu. Dinləyicilərimiz bir anlıq təsəvvür edin, yay axşamı boynunuza qonan, vızıldayan o kiçik ağcaqanad, yəni mığmığa, bəlkə də keçmiş həyatında fiziki gücü çatmadığı üçün insanlara ancaq dili ilə sancan, arxadan iş çevirən bir insanın təkrar yaranışıdır. Onu öldürməzdən əvvəl bunun əslində dili acı bir insan olduğunu düşünmək. Bu karmaya tamamilə fərqli, sarsıdıcı bir yanaşmadır. Həm də çox məntiqlidir. Yəni, onların fəlsəfəsi çərçivəsində. İnsanın o xırda, parazit xisləti birbaşa həşərat formasına uyğun gəlir. Sən həyat boyu qan içmisənsə, mənəvi olaraq, növbəti həyatda bioloji qançən olursan. Düzdür. Amma burada mənim beynimi yandıran, həzm etməkdə ən çox çətinlik çəkdiyim bir detal var, dinozavrlar məsələsi. O ən radikal hissələrdən biridir mənbədə. Mətn iddia edir ki, dinozavrlar və mamantlar təkamülün başlanğıcı falan deyil. Yəni, biz məktəbdə oxumuşuq ki, onlar insanlardan milyonlarla il əvvəl yaşayıblar. Amma bu mənbə deyir ki, yox, onlar bəşəriyyətin dəhşətli dərəcədə tənəzzülə, yəni regressiyaya uğraması nəticəsində yaranıb. İnsanın böyük və qəddar olmaq ehtirasının bioloji əks-sədası olaraq çox sonralar meydana gəliblər. Yəni, insan regressiyaya uğrayıb dinozavr olub. Bu, elmi olaraq qəbul edilməsi çox çətin bir fikirdir. Bəli, çətindir. Lakin mətnin məntiqi ilə yanaşsaq, burada kainatın tamamilə fərqli bir fizika qanunu izah edilir. Zamanın xətti axını və ya Darwinin təkamül nəzəriyyəsi burada işləmir. Mətnə görə fiziki reallıq daxili şuurun məhsuludur. Dinozavrlar nədir? Sıfır zəka, maksimum fiziki güc və yırtıcılıq. İnsanlar zəkadan, yəni işıqdan imtina edib, ancaq hakimiyyət, güc, qəddarlıq istəyəndə o kollektiv şuur kosmosda bu bədheybət formanı yaradır. Dinozavr əslində insanın içindəki o nəhəng, amansız egonun ətə qana dolmuş formasıdır. Yəni, bir növ nə istədiyinə diqqət et, çünki kainat sənə onu verəcək fəlsəfəsinin ən ekstremal versiyasıdır. Dəqiq. Bu sadəcə biologiya deyil, cəhalətin gətirdiyi son nöqtədir. Yaxşı, əgər reinkarnasiya sikleri bu qədər təhlükəlidirsə, yəni sonumuz T-Rex və ya ağcaqanad ola bilərsə və bəşəriyyət durmadan qaranlığa meyillidirsə, bizim çıxış yolumuz nədir? Bizi o heyvanlardan fərqləndirən və yenidən işığa qaytara biləcək vasitə haradadır? Çünki o qədər qaranlıq mənzərə yaratdıq ki, insan bir ümid işığı axtarır. Çıxış yolu uzaqlarda deyil, birbaşa beynimizdədir. Mənbə burada insan zəkasını və dərkiyyatını yeganə xilas vasitəsi kimi göstərir. Mətndə qeyd olunur ki, ilk göndərilənlərin onları ağ geyimlilər adlandırır, beyninə bütün kainatın informasiyası yüklənib, işıq payı kimi. Və ən önəmlisi odur ki, bu informasiya silinməyib. Bəs haradadır o məlumatlar? Bizim indiki beynimizdəki neyronlarda, amma yatmış bank kimi saxlanılır. Biz hazırda şuurumuzun sadəcə 2 və ya 3%-ni istifadə edirik. Qalan 97-98%-i qaranlıq buxovlarla bağlanıb və bu kilidi açmaq elə kamilliyə gedən yoldur. Bir saniyə, bəs bütün bunlar gündəlik həyatda nə deməkdir? Mən bunu başa düşmək üçün bir analogiya düşündüm. Dinləyicilərimiz, təsəvvür edin ki, cibinizdə ən son model, kainatın bütün sirlərini bilən bir superkompüter var. Amma siz ondan sadəcə 4 əməliyyatlı kalkulator kimi istifadə edirsiniz. Yəni, sadə hesablamalar edirsiniz. Mətn deyir ki, potensialımız sözün əsl mənasında kosmikdir. Bəs bu potensialı o qalan 97%-ni necə açırıq? Yalnız kitab oxumaqla. Bax, elə ən böyük yanlış anlama da burada yaranır. Mətn çox dəqiq deyir ki, sadəcə kitab oxumaq, məlumat yığmaq kifayət deyil. Kitab oxumaq sadəcə impulsdur, kiçik bir qığılcımdır. Əsl elm, yəni kamallik,
içəridəki o kosmik informasiyanı kainatla vəhdəti oyatmaqdır. Yəni mən nə qədər kitab oxusam da, daxilən təkəbbürlüyəmsə o qapı açılmayacaq. Dəqiq. Dərşiyat məlumat yığmaq deyil. Əgər bir alim böyük kəşflər edib, yəni nə bilim silah, bomba və ya zəhər ixtira edirsə, bu elm qaranlıqdır. Mənbə buna zərərli elm deyir. Çünki o insanları məhv etməyə, egonu doyurmağa xidmət edir. Əsl elm kainatla harmoniyaya girməkdir. Səbirli olmaq, xeyirxahlıq etmək, insanlara və heyvanlara təmənnasız sevgi vermək. Bax, bunlar sadəcə əxlaqi qaydalar deyil. Bunlar beynin o yatmış qapılarını açan kosmik açarlardır. Bunları etdikcə sizin daxilinizdəki işıq artır və beyin potensialınız oyanır. Və dərk edirsiniz ki, kainatda heç bir təsadüf yoxdur. Təsadüf yoxdur. Hər şey zəncirvari bağlılıqdadır. Atılan qələmdən tutmuş, yaradılan bombaya qədər hər şey eyni mənzərənin tərkib hissəsidir. Bu həqiqətən də insanın dünya görüşünü təməlindən sarsıdan bir fəlsəfədir. Bəli, egonu kənara qoyub o vəhdəti hiss etmək kamilliyin özüdür. Baxın, əziz dinləyicilər, bugün biz sadəcə kitab vərəqləmədik, çox qeyri-adi bir reallığın qapılarını araladıq. Bu mətnə görə bizlər sadəcə bioloji varlıqlar deyilik. Bizlər işığın daşıyıcılarıyıq. Gündəlik atdığımız hər kiçik addım, bax o masaya qoyduğumuz qələmdən tutmuş, kiməsə etdiyimiz yardıma ya da içimizdə böyütdüyümüz nifrətə qədər bunların hamısı ya bizi o əbəbi ilk formamıza, yəni müqəddəsliyə yaxınlaşdırır, ya da bizi cəhalətlə birlikdə təkrar yaranışın qaranlıq dövrəsinə atır. Bəlkə də gələcəkdə bir ağcakanad, bəlkə də daha qorxunc bir forma olaraq. Seçim həmişə insanın özündədir. Hər anımız bir seçimdir. Tamamilə elədir. Və indi bu dərin müzakirənin sonunda sizi çox kəskin bir sualla baş-başa buraxmaq istəyirəm. Bugün bu məlumatları eşitdikdən sonra lütfən ətrafınızdakı əşyalara və insanlara bir anlıq baxın. Əgər doğrudan da hər etdiyiniz hərəkət, hər dediyiniz söz sizin daxili işıq bankınızda bir iz buraxırsa və gələcək formanızın dizaynını məhz indi bu dəqiqə cızırsa, o zaman düşünün, bu müzakirə bitdikdən sonra edəcəyiniz ilk kiçik hərəkət, toxunacağınız ilk əşya, sizi kainatın hansı tərəfinə hər şeyi əhatə edən işığa, yoxsa o qorxunc qaranlığa bir addım da yaxınlaşdıracaq. Öz daxili dərin təhlilinizə davam edin. Növbəti görüşədək.